Təhsil almaq heç də gec deyil. Yetər ki, istək olsun. Tələbə yoldaşlarıma da deyəndə daha çox ruhlanırlar ki, bu yaşda bacaran qadın varsa biz də bacara bilərik, daha yaxşılarını bacaraq. Təhsilim isə subbakalavr idi. Ailə vəziyyətimlə bağlı gecikmişdi ali təhsil almağım. Qərar verdim və qəbul olundum da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti Fakültəsinin xanəndəlik ixtisası üzrə qəbul oldum. Artıq 4-cü kurs tələbəsiyəm. Oğlum 3-cü kurs tələbəsi idi. 2 il oğlumla tələbəlik həyatı keçirmişəm. Daha sonra qızım qəbul oldu. Artıq 2 ildir də qızımla tələbəlik həyatı yaşayırıq. Hal-hazırda Azərbaycan Memarlıq İnşaat Universitetinin Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri Fakültəsinin Ekologiya mühəndisliyində oxuyuram. 2-ci kurs tələbəsiyəm. Asudə vaxtlarımızda qızımla parka gedirik, otururuq. Günümüzün necə keçdiyini bir-birimizlə maraqlanırıq, dərslərimizi, qiymətlərimizi. Bizim getdiyimiz hətta nəqliyyat vasitəsi belə eynidir. Eyni gedib, eyni saatda da gəldiyimiz vaxtlar olur. Tələbə yoldaşlarıma da deyəndə daha çox ruhlanırlar ki, bu yaşda bacaran qadın varsa biz də bacara bilərik, daha yaxşılarını bacaraq. Uzun illər İmişli rayon İncəsənət Məktəbində xanəndə müəllimi kimi fəaliyyət göstərmişəm. Daha sonra tələbə adını qazanandan sonra artıq iş yerimi dəyişmək qərarına gəldim və yer dəyişmə imtahanında iştirak edərək Bakı şəhər Xətai rayonu Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinə iş yerimi dəyişdirdim. Təhsilimin 2-ci ilində mən Təhsil Tələbə Kredit Fonduna müraciət etdim. Daha doğrusu fond tərəfindən mənə zəng gəldi. Elə bir anda zəng gəldi ki, doğrudan da mən buna həqiqətən çox ehtiyacım var idi. Çünki vurğuladım, evladım da ali təhsil alırdı, onun da ödəniş haqqları var idi. Mən də öz ödəniş haqqlarımı ödəməkdə həqiqətən çox çətinlik çəkirdim və yararlandım. Artıq 3 ildir ki, Təhsil Tələbə Kredit Fondu mənim təhsil haqqlarımı ödəyir. Məndən əvvəl anam təhsil aldığı üçün onun sayəsində bilirdim ki, Təhsil Tələbə Kredit Fonduna yararlanıb. Mən də qarşıma məqsəd qoydum ki, əgər mamam bu yaşda bacara bilirsə, mən də ortalamamı yüksək tutub bacara bilərəm. Belə də oldu. 1-ci kursda ortalamam yaxşı olduğu üçün hal-hazırda Təhsil Tələbə Kredit Fondundan yararlanıram. Və bu illərəm bizə fürsət verilir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş, magistraturaya təşkil olunmuş imtahanlarda iştirak edək və mən də bu fürsətdən yararlandım, imtahanlarda iştirak etdim. Uğur qazandım. Artıq qabiliyyət imtahanlarına hazırlaşıram. O yorulanda mən deyirəm ki, bəs verirsən dərsə mən kömək edeyim. Yazılı bir şey olanda mən yazıram. Ya mən çox yorulanda o mənim əvəzimə yazılarımı, mühazirələrimi hazırlayır.